Orta gün qonaqlarımızla davam edir. Bəli, 240 megawatt gücündə olan Xızı Abşeron Külək Elektrik Stansiyasının rəsmi açılışı oldu. Ötən gün Səudiyyə Ərəbistanı Krallığına məxsus şirkət tərəfindən inşa edilən stansiyanın açılışında Azərbaycanın prezidenti İlham Əliyev də çıxış etdi. Yeni açılan stansiyanın əhəmiyyətindən və iqtisadiyyatımıza qazandırdığı imkanlardan danışacağıq. Qonaqlarımız isə millət vəkili Tahir Mirkişili, eyni zamanda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyndir. Xoş gəlmişsiniz. Salamlayıram sizi. Tahir müəllim, Xızı Abşeron Külək Elektrik Stansiyasının öncə istərdim əhəmiyyətindən danışaq və bu stansiya əlavə elektrik stansiyası ilə müqayisədə belə deyək ki, nə qədər ev təsərrüfatını təmin edə biləcək? Ümumiyyətlə, Azərbaycanın son illər ərzində enerji siyasətinə ümumi bir baxış keçirsək, çünki bu yalnız bir stansiyadan ibarət deyil. Azərbaycanın enerji siyasəti əsasən iki sütuna əsaslanır. Bunlardan biri neft, qaz gəlirlərinə əsaslanan bir enerji siyasəti sütunudur. Bu, ənənəvi olaraq Azərbaycana həm valyuta gəlirləri, həm də eyni zamanda geosiyasi dividend gətirən bir sütundur. Amma ikinci bir sütun ki, biz buna yaşıl enerji sütunu deyirik. Bu, kifayət qədər Azərbaycanın son illər ərzində iqtisadiyyatın strukturuna, enerji gəlirlərinə, gələcəkdə Azərbaycanın regionda oynayacağı rolla bağlı, ixrac və daxil istehlakla bağlı tamamilə yeni bir baxışla ibarətdir. Qeyd edim ki, Azərbaycan ümumiyyətlə 2030-32-ci illər ərzindəki cənab prezident çıxışında qeyd etdi ki, 8 gigavata yaxın Azərbaycan yaşıl enerji əldə etmək gücünə sahib olacaq. Bu deməkdir ki, yaşıl enerji artıq 2030-cu ildən etibarən Azərbaycan enerjisində bir portfel kimi deyil, Azərbaycan enerjisinin memarlarından biri kimi ola biləcək bir güc halına gəlib çatacaqdır. Yəni, bu cəhətdən baxsaq, bugün açılan və dünən də açılan, bundan öncə 2023-cü ildə açılan stansiyalar və növbəti illərdə açılacaq stansiyalar Azərbaycanın yalnız yaşıl enerji kimi bir hissəsi kimi deyil, Azərbaycan enerji siyasətinin mühüm bir istiqamətində bir struktur dəyişikliyinin ana xətti kimi qəbul etmək lazımdır. Bax, bu baxımdan baxanda dünən açılan stansiyanın Azərbaycanın həm külək enerji sayəsində əldə etdiyi hesab edirəm ki, ilk və ən böyük bir elektrik stansiyasıdır. Bu cəhətdən baxsaq, Azərbaycanın bildiğiniz kimi bütövlükdə ən böyük yaşıl enerji potensialı və resursu külək enerjisinə məxsusdur. Azərbaycan dənizdə 157 gigavata yaxın külək enerji resursuna malikdir. Quruda isə 135 gigavata yaxın xüsusən də su və günəş enerjisi potensialına malikdir. Bu cəhətdən baxsam, ilk açılan belə bir stansiya 240 megawatt gücündəki stansiya Azərbaycanın yaşıl enerji istiqamətdə atdığı kifayət qədər böyük bir addımdır. Bir məsələ mən xüsusi qeyd etmək istəyirdim ki, Azərbaycan yaşıl enerjidən yalnız enerji kimi istifadə etməyi düşünmür. Yaşıl enerji Azərbaycanda həm də bütövlükdə böyük bir infrastrukturun yaranmasını özündə ihtiva edir. Çünki həm enerjinin alınması, onun saxlanması, gələcəkdə ixrac olunması və Azərbaycanın daxilində istehlak olunması ilə yaranan əlavə qaz ehtiyatlarımızın ixrac olunması, bütün bunlar kompleks bir iqtisadi siyasətin böyük bir hissəsidir. Məsələn, Azərbaycanda yaxın illərdə əldə etdiyimiz bizim yaşıl enerji hesabına təxminən ortalama ildə 1,5 milyard kubmetrə yaxın qazın azad olması gözlənilir ki, bunun ixrac olunması nəticəsində Azərbaycan ortalama təxminən 400-500 milyon avroya qədər gəlir əldə etmə imkanına sahib olacaqdır. Bu kifayət qədər mühüm bir məsələdir. İkinci bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan bildiyiniz kimi Qara dənizin altına keçməklə elektrik enerjisinin ixracı infrastrukturuna sahib ola biləcək ölkədən biridir. Təxmini hesablamalara görə, əgər biz onu tam gücü ilə istifadə edə bilsək gələcəkdə, bu təxminən ildə 4 gigavata yaxın elektrik enerjisinin ixracı gücünə sahib olmaq deməkdir. Onun tam gücü ilə istifadə olunması gələcəkdə Azərbaycana təxminən 2,4-2,7 milyard avroya yaxın gəlir vəd edir ki, bu Azərbaycanın gələcəkdə yaşıl enerjidən ala biləcəyi gəlirlərin iqtisadiyyata çox böyük çəkiyə sahib olması anlamına gəlməkdədir. Aydındır. Ramil bənim, Azərbaycan 2050-ci ildə belə deyək ki, yaşıl enerjiyə keçidlə bağlı karbon emissiyalarını 40%-ə qədər azaldacaq. Yəni, ən azından bu belə bir hədəf qoyub qarşısına. Xızı Abşeron Külək Elektrik Stansiyası elektrik enerjisinin istehsalı zamanı atmosferi karbon emissiyalarının nə dərəcədə azaldacaq bəs? Yəni, çox yaxşı məsələyə toxunursunuz. Bu, Azərbaycanın uzun müddətli bir hədəfidir və bildiyiniz kimi Azərbaycanda aşağı karbonlu inkişaf strategiyasının hazırlanması ilə bağlı ölkə başçısı tərəfindən tapşırıq olubdur. Burada da bizim qarşıdakı illərdə ümumiyyətlə iqtisadiyyatımızın aşağı karbonlu inkişafı ilə bağlı mühüm məsələlər qoyulubdur. Xızı Abşeron burada bir pillədir. Azərbaycan çox yaxşı bir addım atıbdır. Bildiyiniz kimi birinci Qaradağda Günəş Elektrik Stansiyası istismara verildi. Xızı Abşeron və növbəti mərhələdə biz artıq bunu Biləsuvarda, Neftçalada
növbəti elektrik stansiyalarının istismara verilməsi ilə müşahidə edəcəyik. Ümumiyyətlə, hesablamalar göstərir ki, yaşıl enerji mənbələrindən də 1 milyard kilovat elektrik enerjisi alanda bu hardasa müəllim də qeyd elədi, 200 milyon kubmetr qazın qənaəti deməkdir və bunu çevirəndə bu 400 min ton emissiyanın azaldılması mənası verir ki, 1 milyard kilovat saat biz enerji alsaq, amma bizim hədəflərimiz çox böyükdür. Hətta ölkə başçısı sonuncu müsahibəsində 40 gigavatlıq bir hədəfə çatmaqla bağlı da açıqlama verdi ki, potensial var. Necə ki, Tahir müəllim qeyd elədi, Azərbaycanın həm dənizdə, həm qurudakı potensialı 292 gigavat, yəni 300 gigavata yaxında, elə yeni qiymətləndirmələrdə daha çox artır və bu texniki potensialımızı doğru qeyd edirik. Amma ki, bunun iqtisadi potensial hissəsi də 60 gigavatdan çoxdur ki, həm quruda bizim bu sahədə iqtisadi potensialımız 26 gigavatlıqdır, həm də dənizdə bizim 38 gigavatlıq iqtisadi potensialımız var ki, yəni iqtisadi cəhətdən bu gün onu istifadə etmək məqsədə uyğundur. Yəni iqtisadi fayda verə bilər bizə və dövlət də bu istiqamətdə siyasət həyata keçirir. Əgər siyahıya baxsaz, görərsiniz ki, Mazdar Aqua Power ilə yekunlaşmır. Bu artıq BP Cəbrayılda növbəti Günəş elektrik stansiyasının istismara vermə istiqamətində iş aparır. Digər şirkətlər cəlb olunublar, işğaldan azad edilmiş ərazilərimizdə, Naxçıvanda və Azərbaycanın digər bölgələrində iş aparılır. Hətta Qaradağda yeni bir stansiya ilə bağlı da artıq müzakirələr yekunlaşmaq mərhələsindədir və cənab prezidentin də qeyd elədiyi kimi, indi Tahir müəllim də qeyd elədiyi kimi, artıq 2032-ci ildə 8 gigavatlıq bərpa olunan güc yaradacaq. Məlumat üçün qeyd edeyim ki, hazırda Azərbaycanın enerji qoyuluş gücü 10 gigavatdır, yəni 10 gigavat həcmində bizim enerji qoyuluş gücümüz var. Onun 8-i bizim istilik elektrik stansiyalarından formalaşır, 2 gigavat isə bərpa olunan mənbələrdən formalaşır ki, burada 5 külə elektrik stansiyamız vardı, artıq bir istismara verilməklə 6 oldu və qarşıdakı illərdə hədəfimiz də ondan ibarətdir ki, ümumiyyətlə 2030-cu ilə kimi biz strategiyada cənab prezident təsdiqləyib ki, biz 30%-ə çatdırmalıyıq qoyuluş gücündə bərpa olunan mənbələrin payın, amma görülən işlər 30%-dən daha çox bir nəticə əldə etməyə imkan verəcəkdir bizə, çünki işlər gedir, hətta 27-ci ildə biz bu hədəfə nail ola bilərik. Bunların hamısı isə ümumilikdə Azərbaycanın bərpa olunan mənbələrdəki enerji qoyuluşunun payının artırılması, eyni zamanda enerji istehsalında və istehlakda da həmin payı artırır və bu da Azərbaycanın karbon emissiyası ilə bağlı hədəflərinə xidmət edir. Müəllim də çox yaxşı bir məqam qeyd elədi ki, biz bu enerjini tək istehsal eləmək və ölkə daxilində istehlak eləməklə kifayətlənmirik. Artıq çox nəhəng bir layihə həyata keçirilir ki, Avropaya ixracı, eyni zamanda bununla yanaşı Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa başqa bir enerji dəhlizinin yaradılması istiqamətində iş gedir. Üçüncü bir enerji dəhlizimiz isə Azərbaycan, yəni işğaldan azad edilmiş ərazilər Zəngəzur dəhlizindən keçməklə Naxçıvan, Türkiyə, Avropadır. Bununla yanaşı digər bir dəhlizimiz isə Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycandır. Yəni çox nəhəng 4 dəhliz, yaşıl enerji dəhlizi istiqamətində də işlər gedir ki, ən böyük Qara dənizin altından keçəndi müəllim doğru olaraq qeyd elədi və onunla bağlı artıq texniki iqtisadi əsaslandırma da hazırdır. Maliyyələşməsi istiqamətində iş gedir və Tahir müəllim burada vurğuladığı bir məqam da vacibdir ki, bu Azərbaycanın qeyri-neft ixracına da çox ciddi töhfə verəcəkdir. Yəni enerjinin topdan satış qiyməti Avropada asılı olaraq bu 2,5 milyard avrodan 3,5 milyard avroya qədər dəyişə bilər bunun qiyməti. Çünki bu 2030-dan sonraki müddətə hədəfləyirik ki, bizim enerjimiz. Bu o deməkdir ki, bu gün, yəni ki, 2025-ci ildə bizim qeyri-neft ixracımıza baxdıqda 3,6 milyard ABŞ dolları olubdur. Tək hazırki qeyri-neft ixracımız qədər bizim hədəfimizdə yaşıl enerji ixracı var qarşıdakı illərdə. Həm də bu onu göstərir ki, uzaq gələcəkdə, yəni 2030-dan sonraki müddətdə bizim neft hasilatımız azalsa da, neft ixracımıza təsir göstərsə də, biz enerji ixracatçısı kimi mövqeyimizi qoruyacağıq. Bu da mühüm məqamdan biridir ki, yəni bugündən Azərbaycan dövlətinin siyasəti yenə regional və qlobal miqyasda enerji ixracatçısı statusunu qoruyur. Həm də sizin qeyd elədiyiniz kimi bizim 2050-ci ildə hədəflərimizə çatmaq baxımından, emissiya hədəflərimizə çatmaq baxımından mühüm rol oynayacaq. Çünki Azərbaycanda emissiyaların 80%-ə yaxını enerji ilə bağlıdır. Bu sektorların payına düşür, sənayə ilə. Buradakı ciddi azalma digər sektorlara da təsir edəcək. Yəni bu kompleks
kompleks tədbirlərdir. Və həm də bu sonda bir nüansda qeyd edeyim ki, cənab prezident sonuncu müsahibəsində mühüm bir məqam da qeyd elədi ki, Azərbaycan təkcə enerjini istehsal, ixrac eləmir, həm də ondan artıq burada süni intellekt, data mərkəzlərinə yönəldir. Onun növbəti mərhələsində token və daha çox dəyər yaratmaq istəyir. Yəni bizdə enerji var, həm onu ixrac edirik, həm də burada müasir tələblərə uyğun olaraq bildiyiniz kimi dünyanın çox az ölkələri artıq həmən ucuz əldə etdiyi enerjini süni intellektə, data mərkəzlərinə yönəltmək istəyir. Azərbaycanın bu hədəfi də var və buradan da gəlir əldə edəcək. Eyni zamanda Qara dənizin altı ilə biz kabelinə tək enerji ixrac eləmək üçün çəkmirik də, HVDC də ən müasir tələblərə uyğun kabel xəttini çəkilir. Onunla yanaşı paralel olaraq telekommunikasiya kabeli də çəkiləcəkdir. Bu da Azərbaycanın çox böyük layihəsidir və qlobal miqyasda və bir nüansa baxsaq, bəzən indi bizi dinləyənlər də bir qədər belə deyə bilərlər, danışılır gələcəklə bağlı, amma bir vaxtı Bakı Tiflis-Ceyhan kəməri ilə bağlıdır. İdeyalar veriləndə bunu tənqid edənlər də var idi, razılaşmayanlar da var idi, amma tarix sübut elədi ki, nə qədər uzaq görən addımdır, iqtisadiyyatımız üçündür, inkişafımız üçündür. İndi bugün deyilən, bizim müzakirə etdiyimiz yaşıl enerji məsələsi də gələcəyə hesablanıbdır. Ona görə elə insanlar var ki, bəlkə də gələcək layihələrin müzakirəsində bir qədər çətinlik çəkirlər, amma ölkənin gələcək və dayanıqlığı baxımından çox mühüm məqamlardır. Aydındır. Tahir müəllim, bir məsələni soruşmaq istəyərdim sizdən. Ümumiyyətlə, alternativ enerji ilə bağlı potensial Azərbaycanın daha çox hansı ərazilərindədir? Ümumilikdə götürsək, Azərbaycan bu məsələdə rəqabət qabiliyyətini sona qədər davam etdirmək gücündədirmi? Bəli, gücündədir. Çünki bizim regionda ən böyük alternativ enerji resursları Azərbaycana məxsusdur. Bunun ən böyük mənbəyi Xəzər dənizidir. Xəzər dənizində bayaq da qeyd olunduğu kimi 150 gigavatdan artıq bizim kifayət qədər böyük bir alternativ enerji mənbəyimiz var. Biz bugün məsələn 2, 4, 6, 8 gigavatı əldə etməkdən 2032-ci ildə danışırıq. Biz təsəvvür edin ki, bizim həmən yanımızda Xəzər dənizində 150 gigavata yaxın enerji bizim orada potensialımız var. Eyni şəkildə 130 gigavatdan çox da quruda bizim enerji ehtiyatlarımız var. Bunun təxminən 10 gigavata yaxını işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundadır. 5 gigavatı Naxçıvandadır. Amma digər bizim ərazilərimizdə bizim kifayət qədər böyük günəş elektriki və külək enerjisindən bağlı və eyni zamanda su elektrik stansiyalarına bağlı bizim ciddi ehtiyatlarımız var. Məsələn, təxmini hesablamalara görə bildiyiniz kimi hal-hazırda Araz çayı üzərində Xudafərin və Qız qalası su elektrik stansiyaları inşa olunub bitmək üzrədir. 2030-cu ilə qədər təxmini Azərbaycanın sudan 1,8 gigavata yaxın enerji yaratmaq potensialımız və gücümüz formalaşacaqdır ki, bu da kifayət qədər böyük bir rəqəmdir. Azərbaycan bir tərəfdən sudan, digər bir tərəfdən günəşdən, o bir tərəfdən isə küləkdən ala biləcək elektriklə bağlıdır. Bu yerdə mən xüsusi bir məsələni qeyd etmək istəyirdim ki, Azərbaycan hal-hazırda qarşısında duran əsas çağırış enerjinin həcmi və layihənin sayı ilə deyil. Azərbaycan növbəti illərdə kifayət qədər sayda layihə, elektrik stansiyası qurmaq və elektrik enerjisi almaq kimi potensiala sahibdir. Bizim qarşısında duran əsas çağırış bu enerjini emal etmək, onu saxlamaq, onu ixrac etmək və yaxud da ki, onu tənzimləməklə bağlı daxili infrastrukturun hazır olmasından bağlı. Çünki burada kifayət qədər mühüm texniki məsələlər var. Xüsusən də enerji tezliyi məsələsi, pik hallarda elektrikin harda saxlanmaq məsələsi. Çünki elektrik enerjisi yeganə bir məhsuldur ki, onu saxlamaq kifayət qədər demək olar ki, artıq mümkün deyil. Düzdür, biz hal-hazırda indi Azərbaycanda dövlət xətti hesabı ilə 250 megavata yaxın batereya sistemin qurulmasından bağlı bir layihə həyata keçirilir. Bu tamamilə yeni bir layihədir. Ümumiyyətlə, mən deyim ki, dünyada çox az ölkələrdə bu qədər həcmdə enerjinin saxlanmasına bağlı batereya infrastrukturu həyata keçirilir. Bu gələcəyin bir layihələrdir. Amma ümumiyyətlə, dünyada bugün xüsusən də yaşıl enerji sahəsində duran ən böyük çağırışdan biri bu enerjini saxlaya bilmək, toplaya bilməyə bacarmaqdır. Dünya ümumiyyətlə son 200 il ərzində problemi həll edə bilməyib. İndi yeni baterikaların düzülməsindən bağlı bir layihələr keçirilir. Amma bunun bir yolu ondan ibarət ki, enerjini saxlayırsınız. İkinci yolu ondan ibarət ki, bayaq da dediyiniz kimi, müxtəlif istiqamətlərdə o dərəcədə geniş digər ölkələrdən qlobal elektrik şəbəkəsi qurursunuz ki, bu elektrik mübadiləsi zamanı həmən elektrikin paylanmasını istifadə edə bilirsiniz. Azərbaycan hər iki istiqamətli layihələr keçirir. Bir tərəfdən baxsaq saxlamaq, digər bir tərəfdən baxsaq paylamaq. Amma mən hesab edirəm ki, ümumiyyətlə bugün enerjinin saxlanması istiqamətində innovasiyalar və texnologiyanın qarşısında duran və baş verən startaplar onu deməyə əsas verir ki, yaxın gələcəkdə enerjinin saxlanmasından bağlı biz tamamilə yeni bir mərhələnin şahidi olacaq. Məhz bunu artıq kəşf edildiyi zaman, ixtira olunduğu zaman düşünürəm ki, yaşıl enerjinin gələcəkdə həm qiymətinə,
həm eyni zamanda paylanmasına, həm onun dəyərinə çox böyük bir belə deyək, zəncir yaranacaqdır. Bir məsələni qeyd etmək istəyirdim ki, hal-hazırda dünyada eyni zamanda yaşıl enerjinin alınmasına bağlı başqa layihələr həyata keçirilir. Məsələn, son zamanlar bayaq da qeyd olundu. Süni intellekt və data mərkəzlərinin enerjiyə olan tələbatı bu tipli enerjini kifayət qədər getsə daha çox tələb yaradır. Məsələn, bugün ümumiyyətlə belə bir yanaşma var ki, süni intellektin hal-hazırda inkişafının qarşısında duran yeganə maneə enerjidir. Texnoloji cəhətdən hər şey demək olar ki, kəşf olunub, kifayət qədər sayda məlumatlar var, bundan bağlı proqramçılar və IT mühəndislər kifayət qədər çoxdur. Aşağı-yuxarı dünya elmi anlayır ki, süni intellekt hara doğru gedəcək, amma bu istiqamətə getmək üçün duran ən böyük maneə enerjidir. Yəni, hətta bundan yanaşı maraqlı bir fikirlər də var ki, ola bilsin ki, 2030-cu ildən sonra dünyada pul vahidi belə elektrik enerjisi vahidi olsun. Bizim bugün biz sizdən öyrəşdiyimiz tutaq ki, manatdır, avrodur, dollardır. Əslində pul vahidinin iqtisadi cəhətdən əsas funksiyası mübadilə vasitəsi olub. Əgər bu mübadiləni elektrik enerjisi yerinə yetirə bilərsə və biz gələcəkdə artıq məsəl üçün 1000 manatım var əvəzinə, tutaq ki, 1000 kilovatım enerjim var, bundan bağlı hər hansı bir şey ala bilirəmsə, dünyada getdikcə elektrik enerjisinin hətta pul vahidinə dönməsi və maliyyə sistemini qurmasına bağlı fikirlər də səslənir. O demək ki, enerji kifayət qədər potensial və kifayət qədər strateji bir məhsuldur. Bu cəhətdən Azərbaycanın bütün istiqamətləri, enerjiyə qoyduğu vəsaitlər Cənab Prezidentin bir daha gələcəyi görməyə bacarığını nümayiş etdirməsi deməkdir. Aydındır. Ramil müəllim, Qarabağ və Şərqi Zəngəzurda eyni zamanda ilə bura Naxçıvanı da əlavə edə bilərik ki, yaşıl enerji zonası hansı real üstünlüklər yarada bilər? Ümumiyyətlə, yaşıl enerji layihələrinin bölgələrdə icrası hansı formada nəzərdə tutulur? Çox mühüm məsələlərdən biridir ki, torpaqlarımız işğal alınan, azad olunandan dərhal sonra Cənab Prezident tərəfindən yaşıl enerji zonası elan edildi. Hər iki iqtisadi rayonumuzun ərazisi, daha sonra növbəti mərhələdə Naxçıvan da həmən siyahıya qoşuldu ki, yaşıl enerji zonası və bu istiqamətdə işlər gedir. Çünki 2025-ci ilin rəqəmlərinə baxanda artıq həmən ərazidə təkcə 38 su elektrik stansiyası bərpa edilmişdir ki, bundan 307 meqavatlıq elektrik enerjisi alınırdı və o tək həmən ərazinin, oradakı tikinti quruculuq işlərinin tələbatını ödəmirdi. Ölkəmizin digər hissələrində də biz ondan istifadə edirdik və qeyd elədiyimiz kimi həmən bölgənin həm külək, həm günəş, həm də su elektrik stansiyalarına bağlı potensialı böyükdür və qarşıdakı müddətdə onların istehsalı və ixracı həm də daxilə yönələcək, həm də ixracına kimi layihələrimiz həyata keçirilir. Burada bir dənə vacib nüansı qeyd edeyim ki, yaşıl enerji ilə bağlı dünyanın müxtəlif ölkələrinin hədəfləri var, işlər görülür. Hətta siz onlayn baxsaz elə ölkə var ki, orada ilk rəqəm qarşınıza çıxacaq ki, enerji təminatının 70, 50, 60% bərpa olunan mənbələrdəndir. Amma dərindən təhlil edəndə məlum olur ki, o ölkədə ya əhalinin bir hissəsinə elektrik enerjisi çatmır, məsələn Afrika ölkələri kimi, ancaq bir su elektrik stansiyaları var, faiz çox yüksəkdir və yaxud da ki, qeyd elədiyimiz kimi ancaq su elektrik stansiyaların üstə qurulur ki, Tacikistan nümunəsindəki digər sahədə və enerji istehlakı, əlçatanlığı və yaxud sənayesi inkişaf eləməyibdir ki, enerji tələbi azdır, bərpa olunur. Amma Azərbaycandakı hədəflər həm iqtisadiyyatımız böyüyür, həm ölkənin bütün əhalisinin enerjiyə əlçatanlığı var. Buna paralel olaraq da biz müxtəlif istiqamətli işlər görürük. Əgər 2025-ə baxsaq, biz həm İstici elektrik stansiyası 8 noyabrı biz istismara verdik. Həm ona paralel olaraq artıq külək elektrik stansiyası bu ilin ilk günlərində istismara verildi ki, 37 turbin var idi, biri də 223 meqavat gücündə, yəni ki, kifayət qədər böyük işlər görülübdür Xızı Abşeronda. Çünki biz özümüz də müntəzəm olaraq ora monitorinqlə əlaqədar səfər edirik, görülən işləri görürük və xarici investisiya hesabına qurulubdur, ən müasir texnologiyalarla və Azərbaycan həm bu istiqamətə yönəlir. Həm burada da bölünür, həm külək, həm günəş, həm su elektrik stansiyaları. Həm artıq bizim hidrogen strategiyamız var, o istiqamətdə iş gedir ki, yaşıl hidrogenimiz olsun. Hələ kiçik nüvə elektrik stansiyaları ilə bağlı da müəyyən araşdırmalar gedir. Sual verilə bilər ki, nə üçün bir belə? Çünki müasir tələblər, texnologiya bir enerji üstündə tam enerji sisteminin qurulmasına da imkan vermir, ölkə üçün risklər olur. Çünki bərpa olunan mənbələrdə günəş günüzlər olur, saxlanıc sistemləri lazımdır. Küləyin sürəti külək elektrik stansiyalarına təsir edə bilər. Halbuki bizim potensialımız çox yaxşıdır. Yəni Bakıda 8 metr saniyədən yüksək olur küləyin sürətində orta qiymətləndirmə. Həmçinin bu Sumqayıtda, həmçinin Qobustanda və digər bölgələrimizin potensialı çoxdur. Amma yenə də həm şaxələndiririk, həm saxlanıc sistemləri üçün dövlət investisiya qoyur. Birinci mərhələdə, növbəti mərhələdə özəl sektor gələcəkdir və bir neçə mənbədən aldıq ki, davamlı olaraq dayanıqlı olsun və Cənubi Qafqazda enerji təhlükəsizliyin bu baxımdan ən yaxşı
təmin edən ölkəyik nümunəvi olaraq və tək Cənubi Qafqazda yox, ümumiyyətlə regionda Azərbaycan timsalındakı bir çox ölkələrə baxanda yaxşı nümunədir və neft və qazla zəngin olan ölkələr içində isə ən yaxşı nümunələrdən biridir ki, neft və qaz zəngin olan ölkələrdən bir neçəsi sadəcə olaraq yaşıl enerjiyə investisiya qoyur, amma ki biz real olaraq qoyuruq. Məsələn, bir balaca araşdırma eləyəndə görürsən ki, ideyalar çoxdur da, X-Link var ki, Mərakeşdən İngiltərəyə kimi yaşıl enerjini ixrac eləsinlər və yaxud da ki, Avstraliyadan Sinqapura kimi. Amma yeganə artıq texniki iqtisadi əsaslandırması hazırlanan yaşıl enerji dəhlizinin reallaşdırması addımlarını Azərbaycan atır. Və eyni zamanda ölkə ərazisinin 20%-in və daha sonra Naxçıvanı yaşıl enerji zonası eləyən ölkədir ki, çox ciddi işlər görünür. Bildiyiniz kimi Qarabağın inkişaf hədəflərində də yaşıl enerji zonası məsələsi qeydə alınır. Elektrik sistemlərinin qurulma məsələsindəki yaşıl enerji zonasıdır və qarşıdakı müddətdə tək BP-nin orada 240 megawatt gücündəki günəş elektrik stansiyası yox, digər şirkətlərin də günəş elektrik stansiyaları orada istismara veriləcək və sənaye əhəmiyyətli enerji tələbi də orada artıq bərpa olunan mənbələrdən formalaşır və Qarabağ yaxşı nümunə olacaq. Necə ki, cənab prezident bildirdi ki, idarə etmədəki yaxşı təcrübəsinin digər regionlara tətbiqi imkanı var. Eyni zamanda enerji ilə də bağlı ki, bizim artıq 20% və ondan əlavə Naxçıvandakı bu nümunəmiz var, sonra digər bölgələr üçün də çox faydalı olacaqdır. Tahir müəllim, az öncə biz əməkdaşlıqdan danışdıq. Ümumiyyətlə, Azərbaycan hansı formada xarici təşkilatların diqqətini bu sahədə cəlb eləyə bilir? Bunun bir neçə səbəbi var. Səbəbi Azərbaycanın birincisi, bayaq Ramil müəllim də qeyd etdiyi kimi, ənənəvi olaraq enerji təchizatçısı kimi dünyada etibarlı bir nüfuz qazanması ilə bağlıdır. Birinci budur. Azərbaycan hal-hazırda Avropa Birliyinin belə deyim, qazla enerji təchizatı sahəsində ən etibarlı tərəfdaşdır. Azərbaycan dünyada bəlkə də düşünülən birincidir ki, boru xətti ilə bu qədər sayda çox ölkəyə də qaz ixrac edir və Avropa Birliyi üçün qaz hal-hazırda enerji təhlükəsizliyində bir nömrəli məsələlərdən biridir. Azərbaycan uzun illərdir ki, bu nüfuzu möhkəmləndirir, heç bir halda müqavilədə dəyişiklik etməyib. Kimlənsə elektrik və qazla bağlı hər hansı bir siyasi sözləşməyə də Azərbaycan işləmə getməyib. Azərbaycan sırf iqtisadi və dünyada etibarlı nüfuz ilə bağlıdır. Birinci məsələ budur. İkinci məsələ Azərbaycanın neftdən və qazdan əldə etdiyi gəlirlərin alternativ enerji mənbələrlə yönlənmə istiqamətində dövlət siyasətidir. Ümumiyyətlə, dünyada çox az dövlət var ki, neft və qazdan əldə etdiyi gəliri məhz yaşıl enerjiyə xərcləyir. Çünki əslində bunlar bir-birinin belə deyim, ziddiyyət təşkil edən enerji sahələrdir. Çünki yaşıl enerjinin çox olması avtomatik olaraq neft və qaz sahəsində olan müəyyən bir rəqabətə təsir edir və onun qiymətlərinə təsir edir. Amma Azərbaycan məsuliyyəti anlayaraq və dünyada baş verən hadisələri görərək hər iki istiqaməti inkişaf etmək baxımından bir siyasət həyata keçirir. Üçüncü bir istiqamət Azərbaycanın yerləşdiyi coğrafi mövqedir. Çünki biz Asiya ilə və Qərbin arasında yerləşən ən etibarlı bir bağlayıcı bir ölkəyik. Bizim dövlət siyasətimiz, iqtisadi siyasətimiz, eyni zamanda iqtisadi əlaqələrimiz, hətta xarici siyasətimiz belə bütün hər iki qütblə daha yaxın olmağa Azərbaycanın hər iki tərəfini etibar etməsi anlamına gəlir. Və dördüncü çox mühüm məsələlərdən biri, bayaq Ramil müəllim qeyd etdi, ümumiyyətlə enerji siyasətində ixracında dayanıqlılıq çox önəmlidir. Çünki enerji elə bir məsələdir ki, bayaq mən də qeyd etdiyim kimi, onu bir yerdə saxlamaq da olmur. Və xüsusən nəzərə alsaq ki, yaşıl enerji dünyada bu saat ən qeyri-sabit bir enerji mənbəyidir. Yəni, günəş var, enerji var. Ki, külək yoxdur, enerji də yoxdur. Avropa Birliyi ölkələrinin bu saat ən böyük əziyyət çəkdiyi məsələlərdən biri budur. Azərbaycanda həm də eyni zamanda neft və qazın olması, xüsusən də qaz ehtiyatlarının kifayət qədər böyük olması, Azərbaycanda istənilən bir ölkəyə enerji ilə təmin etməsində dayanıqlı və sabit bir ölkə statusu qazandırmağa imkan yaradır. Yəni, bu cəhətdən baxsaq, Azərbaycanın bax bu 4 dediyim amil ölkəmizin imici, etibar olunması baxımından kifayət qədər maraqlı bir, belə deyim, dövlət imici qazandır. Və nəhayət sonuncu məsələlərdən biri Azərbaycan iqtisadi cəhətdən dünyada ən müstəqil olan ölkələrdən biridir. Bizim kifayət qədər böyük sayda, həcmdə strateji valyuta ehtiyatlarımız var. Bizim xarici borcumuz çox azdır. Biz hər hansı bir layihəni həyata keçirmək üçün kimlərdənsə, hər hansı bir mərkəzdən, beynəlxalq təşkilatlardan illərlə gözləmirik. Onların hər hansı şərti ilə və yaxud da ki, sadə desəm, nazı ilə oynamırıq. Biz öz milli maraqlarımızı həyata keçirmək üçün özümüzün kifayət qədər imkanımız var, siyasi iradəmiz var. Azərbaycan dövlətinin bax bu cür müstəqil iradəyə sahib olması ondan işləmək istəyənlərin sayını kifayət qədər artırır. Çünki bayaq Ramil müəllim qeyd etdi, bu cür layihələr dünyada kifayət qədərdir. Və bunların bir çox hətta utopik layihələrdir. Amma həyata keçməməsinin tək bir səbəbi ya bu layihəyə pul tapa bilmirlər bu cür layihələrə, ya onu maliyyələşdirən tərəf siyasi şərtlər qoyur,
ya maliyyələşdirən tərəf özünün iqtisadi şərtlərini ortalığa qoyur. Yəni belə bir halda bu layihələr illərlə uzanır gedir və ideya olsa da həyata keçmir. Amma Azərbaycanla işləyən bütün dövlətlər və beynəlxalq təşkilatlar hər zaman bunu qeyd edirlər, vurğulayırlar ki, layihə olduğu zaman və bunun perspektivi göründüyü zaman Azərbaycanın siyasi və iqtisadi iradəsi var ki, çox qısa bir müddət ərzində biz bunu etməyə bacarırıq. Siz desək ki, bugün Azərbaycanın bütövlükdə enerji qoyuluş gücü təxminən 10 gigavata yaxındır. Və bunun təxminən 80%-ə yaxını biz qazı yandıraraq əldə edirik. Təxminən 20%-ə yaxın da alternativ enerji mənbələridir. İstəsələr ki, təxminən 8 gigavata yaxın enerjini biz bugün qazdan alırıq və bu 8 gigavata yaxın enerji gücünü biz son 20 il ərzində formalaşdırmışıq. Amma biz indi deyirik ki, biz 2032-ci ilə qədər 8 gigavata yaxın alternativ enerji mənbəyi yaradacaq. Bu təxminən bizim qazdan əldə etdiyimiz son 20 ildə yaratdığımız gücə bərabər bir gücdür və 2032-ci ilə cəmi 6 il qalıb. Yəni Azərbaycanın sürətlə indiyə qədər 20 il ərzində kimlərinsə yarada biləcəyi bir enerjiyə və gücə bu qədər çox qısa müddət ərzində həyata keçirməsi bu Azərbaycanın həm təcrübəsi, həm iradəsi, həm də iqtisadi imkanlarına irəli gəlir ki, bax buna görə də Azərbaycan önə çıxır. Buna görə hər kəs Azərbaycanla bu sahədə əməkdaşlığa çalışır və hər kəs xüsusən də kimə enerji lazımdırsa, o enerjinin sabit mənbəyinin Azərbaycan olduğunu bilir artıq. Ramil müəllim, biz bu alternativ enerjinin əhəmiyyətindən və digər məsələlərdən danışdıq əslində, həm də elə iqtisadiyyata qazandırdığı dividendlərdən. Ümumiyyətlə, ekoloji baxımdan ümumiyyətlə bilmək istəyirdim. Ekoloji baxımdan, məsələn, hansı imkanları qazandırır? Bu da işin ən mühüm tərəfidir. Çünki bunun iqtisadi, sosial və ekoloji tərəfləri var. Vacib məsələdir ki, yaşıl enerjiyə keçid hər tərəfli Azərbaycan üçün faydalıdır. Çünki mənim çalışdığım qurum bunun ümumiyyətlə qiymətləndirməsini aparır və mühüm məsələdən birini qeyd edeyim ki, bizdə açılan stansiyalara biz birbaşa ziyarət edirik. Bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin dəstəyi ilə ki, orada real vəziyyəti görə həm sosioloji, həm ekoloji və dünyanın digər ölkələri ilə də bunu müqayisə etmək imkanlarımız da olubdur. Ən son biz Çinlə müqayisə elədik. Çünki sürətlə inkişaf edən bir sahədir, yanaşmaları. Birinci onu qeyd edeyim ki, Azərbaycanın layihələrinə, yəni Azərbaycanın əslində ən böyük neft şirkəti də artıq yaşıl enerjiyə keçir. O istiqamətdə müvafiq şirkətin yaradı, bu da dəstək verir və digər Azərbaycana gələn şirkətlər Çinin də, Birləşmiş Səudiyyə Ərəbistanının da, Ərəb Əmirliklərinin də, Avropa digər ölkələrinin də, həmçinin Türkiyənin də öz ölkələrinin ən böyük şirkətləridir. Ən müəssir texnologiyaları gətirirlər bu baxımdan və burada ekoloji tərəflər nəzərə alınır və bir vacib nüans ondan ibarətdir ki, Azərbaycana gələn şirkətlərə dünyanın nəhəng maliyyə quruluşları çox rahatlıqla kreditlər ayıra bilirlər. Bu Asiya İnkişaf Bankından daxil olmaqla bir çox qurumlardan onlar çox rahat şərtlərindən və aşağı faizlə kredit alaraq Azərbaycan bu layihəsini maliyyələşdirirlər və Azərbaycan elə bir mühit yaradıb ki, burada, yəni Azərbaycan özü investisiya qoymadan xarici investorların vəsait hesabına bu sektoru çox rahatlıqla inkişaf etdirir. Kifayət qədər də təkliflər var. Yəni yeni stansiyaların adını sayanda Şəfəq, Ümid və Şəms və digər kifayət qədər adlar çıxır artıq ki, Biləsuvar, Neftçala, Qobustan da, yəni kifayət qədər investisiya qoyulur və bunlarda ekoloji məsələlər öndədir. Çünki dünyanın ən nüfuzlu maliyyə təşkilatları ora kredit verəndə onların tələblərindən biridir. Sizə bir nüans qeyd edeyim ki, əslində indi sizin də açılıbdır, bir müddətdən sonra Xızapşırına gedə bilərsiniz. Orada hətta qartalların uçuşuna qədər nəzərə alınır ki, o stansiyonlara zərər verməsin və ora bizim quşlar uçan zaman ki, qırmızı kitaba düşən digər nadir quş növləri yaxınlaşan zaman o stansiya nəzərə alaraq onu avtomatik olaraq dayanır. Yəni o dərəcədə onlar hesablanıbdır ki, quşlarla bağlı təhlükəsizlik sistemləri qurulub ki, ətraf mühitə, floraya, faunaya hər hansı bir zərər verməsin. Digər canlılarla bağlıdır. Orada tikintilər aylarla ləngidilib ki, orada yaşayan canlılar üçün maneə törədilməsin. Yəni ki, bu baxımdan flora, fauna çox ciddi şəkildə diqqətə alınıb və vacib nüanslardan biridir. Məsələn, biz Çində olanda işlədən şirkətlərə sual verəndə ki, məsələn, sizdə hər hansısa bir stansiya var ki, quşlar gələndə dayanır, onların yanaşması buydu ki, ağıllı quş gəlib oraya yaxınlaşmalı deyil, deməli onun taliyi ondan sonlanır ki, o pərlərə dəyər verilir. Amma Azərbaycan ona qədər nəzər alıbdır və ən məsul qabaqcıl məqamlardır. İkinci də vacib ekoloji məsələ ilə bağlı qeyd eləmək ki, şübhəsiz ki, bu stansiyaların hamısı karbon emissiyasının azaldılmasına hədəflənir. Düzdür, bəziləri sual verə bilər ki, onların 25-30 il istismar ömrü var. Ondan sonra necə olacaqdır? Müqavilə şərtlərinə sonra, ondan sonra biz hansı ölkədən ixal eləmişiksə, o avadanlıqlar həmən ölkəyə utilizasiyaya göndəriləcək. Yəni bizim ətraf mühitimizi korlamayacaq. Ora qədər də nəzərə alınıbdır və müqavilə şərtləri də ümumiyyətlə Azərbaycanın maraqlarına uyğundur bu illərdə. İndi ondan detallı tanış olanlar görür ki, ətraf mühit ilə bağlı. Eyni zamanda o bölgələrə gedəndə çox
ciddi sosial imkanları da var ki, məsələn, Qaradağa gedəndə o yaxında yaşayan əraziyə üçün çox yaxşı yol çəkilibdir, infrastrukturu inkişaf etdiribdir, evlər üçün günəş panelləri təqdim edilibdir, hətta orada yaxşı oxuyan tələbələr üçün müvafiq dəstəklər verilir şagirdlər üçün ki, həm də bölgənin inkişafı ilə bağlı sosial imkanları var və bu dünyanın az ölkələri bu dərəcədə kompleks nəzərə alır ki, Azərbaycan bunu alıb və onun üçün də dünyanın ən nüfuzlu maliyyə qurumları maliyyələşdirirlər. Aydındır. İndi çox önəmli bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Deməli, Azərbaycandan Ermənistana yanacağın növbəti partiyası göndərilir. Burada 1000 ton 92 markalı benzin, 1000 ton dizel yanacağı və 1800 ton 95 markalı benzin daxildir. Bu barədə bizə ən son məlumatları indi hadisə yerində olan əməkdaşımız Elvin Paşazadə çatdıracaq. Salam Elvin, buyur söz səndədir. Hər vaxtınız xeyir olsun Simnarə, sizi və izləyicilərimizi salamlayıram. Sülh gündəliyinə uyğun olaraq Biləcəri stansiyasından, Bakıdan, Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçirilir. Daşınması nəzərdə tutulan neft məhsullarına 1742 ton AI-95 markalı benzin və 956 ton dizel olmaqla ümumilikdə 2698 ton yük daxildir. Ümumilikdə neft məhsulları 48 vaqon vasitəsilə daşınır. Bildirək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin dünya bazar qiymətlərinə uyğun olaraq satılır. Bundan öncəki tədarük prosesində Ermənistana 1220 ton AI-95 markalı avtomobil yanacağı göndərilmişdi. Ümumilikdə bu sülh gündəliyinin təkcə deklarativ xarakter daşımadığını, eyni zamanda praktiki müstəvidə gerçəkləşdirildiyini də əyani şəkildə göstərir. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sülh prosesinin iqtisadi dividendləri konsepsiyasını əks etdirir və iki ölkə arasında iqtisadi ticarət əlaqələrinin yaradılması istiqamətində mühüm bir addımdır. Bu həm də regionda iqtisadi ticarət əlaqələrinin inkişafına, gələcək dövrdə region ölkələr arasında əlaqələrin genişlənməsinə töhfə verəcək. Simnarə, biz bir daha bildirək ki, hazırda Biləcəri stansiyasındayıq və Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçirilir və neft məhsullarına 1742 ton AI-95 markalı benzin və 956 ton dizel yanacağı daxildir. 48 vaqon vasitəsilə neft məhsullarının daşınması hazırda həyata keçirilir. Bu sülh prosesinin yalnız əyani göstəricisi olaraq da qiymətləndirilir və bir daha bildirək ki, bundan sonra da bu neft məhsullarının daşıması həyata keçiriləcək. Simnarə, bizdən bu qədər, söz sizdədir. Çox sağ ol Elvin, ətraflı məlumat üçün. Qeyd edim ki, Azərbaycandan Ermənistana yanacağın növbəti partiyası göndərilir və bu barədə ətraflı məlumatı əməkdaşımız Elvin Paşazadə çatdırdı. Təbii ki, biz mövzumuzu davam etdiririk, amma öncə istəyərdim ki, sujetimiz var, onu izləyək, sonra yenidən davam edəcəyik. Azərbaycanda bərpa olunan enerji mənbələrinin sistemə inteqrasiyasını sürətləndirmək və enerji təhlükəsizliyini gücləndirmək məqsədi ilə geniş miqyaslı batareya enerji saxlanıc sistemlərinin yaradılması istiqamətində işlərə başlanılıb. Gücü və enerji tutumuna görə bütün MDB məkanında ən böyük hesab olunan batareya saxlanıc sistemləri paytaxta yaxın ərazidə yerləşən 500 kilovoltluq Abşeron və ölkənin mərkəz hissəsində yerləşən 220 kilovoltluq Ağdaş yarımstansiyalarının ərazisində qurulur. Layihə çərçivəsində ümumi gücü 250 meqavat. Enerji tutumu isə 500 meqavat saat olan iki əsas mərkəzin yaradılması da nəzərdə tutulur. Nəzərə alsaq ki, bizdə bərpa olunan enerji potensialı çox artacaq. Biz əlbəttə ki, bu enerjini saxlamaq üçün infrastruktur yaratmalıyıq. Bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə olaraq batareya enerji saxlanıc sistemi də yaradılır. Birinci layihə 250 meqavatlıqdır.
bunu Azər Enerji öz vəsaiti hesabına icra edir. Ancaq bizim artan potensialımız tələb edəcək ki, belə batareya enerji saxlanıcı sistemlərinin sayı daha da çoxalsın və xarici investorları da bu işə mən dəvət edirəm. Batareya saxlanıc mərkəzləri enerji sisteminin dayanıqlılığının artırılması, tezliyin sabit saxlanılması, bərpa olunan enerji mənbələrində istehsalın dəyişiklikliyinin balanslaşdırılması, pik yüklərin qarşılanması və günəş enerjisinin azalması saatlarında yük qrafikinin hamarlanması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda mümkün qəza hallarında enerji sisteminin sıfırdan bərpası üçün də texnologiyalar strateji rol oynayacaq. Bilirsiniz ki, sistemin dayanıqlığı eyni zamanda pik və aşağı tələbat dövrlərində olan balanslaşdırma məsələlərinin həlli üçün müxtəlif təyinatlı batareykalar olur. Müxtəlif məsələlərin həlli üçün, tezliyin tənzimlənməsi üçün biz Azərbaycan ötürücü sistem operatoru 250 MW, 500 MW saat həcmində batareya saxlanıcı sistemini inşa edir. Yəqin ki, yaxın zamanlarda artıq onun da istismara veriləcəyinin şahidi olacağıq və onun 125-250 MW saat bir hissəsi Abşeronda, digər hissəsi isə Ağdaş rayonu ərazisində inşa edilir. Batareya saxlanıcı sistemləri çox perspektivli bir texnologiyadır və yəqin ki, bərpa olunan enerji mənbələrindən istifadə edən elektrik stansiyalarının sayı ölkəmizdə artdıqca, onların inşasına qoyulan başlıca tələblər də müəyyənləşdikcə batareya saxlanıcı sistemlərində o güclərin müəyyən faiz nisbətində quraşdırılması tələbatı olacaq. Bu da sistem dayanıqlığı baxımından zəruri bir məsələdir. İri tutumlu batareya saxlanıc sistemlərinin istismara verilməsi Azərbaycanın enerji müstəqilliyini daha da möhkəmləndirəcək. Milli enerji şəbəkəsinin həm qonşu ölkələrlə paralel, həm də müstəqil rejimdə etibarlı və fasiləsiz fəaliyyətini təmin edəcək. Bəli, sujetimizi təqdim etdik. İndi davam edirik. Tahir müəllim, ümumiyyətlə batareya saxlanıc məntəqələri nə qədər vacibdir bu məsələlərdə, ümumiyyətlə bu proseslərdə? Nə qədər yox, bu həyati dərəcədə vacib bir layihədir. Mən də hətta deyərdim ki, batareya saxlanıc layihələri stansiyanın özündən kifayət qədər daha vacib bir layihədir. Çünki stansiya qurulduğu zaman, batareya olmadığı zaman həmin alınan enerjini siz hər hansı bir formada ötürmək məcburiyyətindəsiniz. Amma batareya sistemləri sanki bunu müqayisə etsək, hər hansı bir qaz və ya da neft yatağından bərabər statusa malik olan bir layihələrdir. Çünki bugün bayaq da qeyd etdim, dünyada ən ciddi məsələlərdən biri əldə olunan enerjinin saxlana bilməməsi ilə bağlıdır. Əgər biz daha çox enerjini saxlaya biləriksə, əldə etdiyimiz enerji, çünki bizim ərazimizdə kifayət qədər bol sayda və bol miqdarda enerji mövcuddur. Külək, bol günəşimiz var, bizim bol küləyimiz var. Bizim hətta hal-hazırda qurduğumuz stansiyaları müqayisə etsək, bizim malik olduğumuz resurs potensialla onların arasında kifayət qədər böyük bir sayda həcmdə, bayaq da qeyd etdirəm mənim, 200 gigavatdan yaxın bizdə enerji, alternativ enerji almaq bizim potensialımız var. Amma bizim hal-hazırda 2030-cu ilə qədər cəmi bu 200-dən 800 gigavata yaxın, bəlkə gələcəkdə bunu 20-30-a qədər artıracaq, amma yenə də potensialımız çox böyükdür. Və burada ən böyük əngəl layihələrin sayı deyil, investisiya da deyil, enerjinin özü də kifayət qədər boldur. Ən böyük əngəl təbii ki, bu enerjini saxlamaq və yaxud da ki, bunu ötürməklə bağlı infrastrukturun yaradılmasına bağlıdır. Süjeti kifayət qədər doğru qeyd olundu. Yəni, batareya sistemləri yalnız enerjinin saxlanmasına bağlı deyil, eyni zamanda ölkə ərzində enerji tarazlığını qorumaq. Çünki enerjini idarə etmək kifayət qədər mürəkkəb bir məsələdir. Enerjinin tezliyi var, pik saatlarda onun hamarlanması var. Hər hansı bir formada elektrikin kəsilməsi, bunun əvəz olunmasına bağlı infrastruktur mövcud olmalıdır. Yəni, bu cəhətdən baxsaq, batareya saxlanıcı sistemi, möhtərəm cənab prezident qeyd etdi ki, tarixdə ilk dəfədir Azərbaycanda qurulur. Bu kifayət innovativ bir layihədir və bunun genişlənməsi gələcəkdə Azərbaycanın enerji sahəsində nəinki regionda və dünyada çox, belə deyim, qərar verici bir ölkə olmaq statusuna gəlməsi anlamına gəlir. Ramil müəllim, bununla bağlı sizin də fikirlərinizi eşidək. Mən bir nüans qeyd edirəm ki, müəllim çox yaxşı izah verdi. Bu, Azərbaycan iqtisadiyyatı xüsusən də sahibkarlar üçün də ciddi bir imkandır ki, dayanıqlı olaraq 24 saat və tezliklər dəyişmədən enerji əldə edə biləcəklər. Yəni, ölkədə hər hansı bir bölgəsində
problem yaşansa da tənzimləməklə həmən bölgəyə dərhal enerji verilə biləcək ki, regionumuzda belə böyük layihə yoxdur, ümumiyyətlə nümunəvi layihədir. Ümumiyyətlə postsovet məkanında bu şəkildə enerji saxlanıcı ilə bağlı layihələr həyata keçirilmir. Çünki bu bir qədər bahalı layihədir və inkişaf səviyyəsinə görə də bir çox ölkələr bu layihələri hələ özləri üçün əlçatmaz görürlər. Amma Azərbaycan üçün zəruri idi və bərpa olunan enerjinin inkişafı ilə bağlı əsas maneələrdən biri qeyd olunduğu kimi saxlanıcı ilə bağlı idi. Bizim saxlanıcı sisteminin olması həm enerji şəbəkəmizə qoşulmada üstünlüklər verəcək, həm də ki, digər şirkətlər üçün daha cəlb edici olacaqdır. Sizə bir nüans qeyd edeyim, yəni mən özüm də Təmiz Enerji Məkanı üzrə işçi qrupu fəaliyyət göstərir, Ekologiya Nazirliyinin də və Nazirlər Kabineti tərəfindən yaradılıbdır və Cənab Prezident 2030-a qədər yaşıl enerji məkanını prioritet elan edib, yəni təmiz ətraf mühit və yaşıl enerji məkanı ölkəmizin 5 prioritetindən biridir. Bu baxımdan müxtəlif tədbirlər həyata keçirilir və artıq bu enerji saxlanıcı sistemlərinin yanardılması yeni mərhələsidir ki, olun. Biz yəni bərpa olunanda nail oluruq hədəflərə, artıq o enerjini saxlamaq və ölkədə bütün ərazilərinə biz 24 saat və tənzimlənən şəkildə enerji vermək. Və siz 30 illik, 35 il əvvələ nəzərə salanda görürsünüz ki, Azərbaycan enerji ilə bağlı hardan hara gəlibdir, yəni bütün ölkədə bu səviyyə gəlib və o zamanlar bizim enerjidə əsas istilik elektrik stansiyaları mazutla işləyirdi ki, oradan keçid enerjisi kimi qaza keçirik, yaşıl enerjiyə keçirik, su ilə bağlı hidrogen potensialımızdan istifadə edirik və yaşıl hidrogen layihələri artıq gündəliyimizdədir. Bu dərəcədə Azərbaycan bu sahədə öndədir və demək olar ki, region ölkələrindən də öndədir. Hətta postsovet məkandakı ölkələrdən də bir addım öndədir ki, Azərbaycanla yanaşı bir Qazaxıstanın bu istiqamətdə layihələri daha çox fərqlənir ki, o seçilir. Və enerji bir məsələ var, siz çox doğru dediniz. Sahibkarlar üçün yeni bir imkandır bu. Cənab Prezident çıxışında da qeyd etdi ki, bunu dövlət yaradıb. Amma sahibkarlara da çağırış edirəm ki, bu istiqamətdə yeni layihələrə keçsinlər. Əslində bu bizim sahibkarlar üçün də kifayət qədər yeni bir istiqamətdir ki, onlar da investisiya qoyub bu layihələrə keçsinlər. Bəlkə də Azərbaycanda startap, elm və innovasiyalar sahəsində bizim alimlərimiz də elə bir texnologiyalar üzərində işləsələr ki, daha çox enerji saxlaya bilsinlər. Bu sahibkarlarımız üçün əlavə bir gəlir və sahibkarlıq fəaliyyətinin də istiqamətidir. Müəllim çox düzgün deyir və ən çox fokuslanan ölkədən biri Çindir ki, Azərbaycan da məhz yaşıl enerji sahəsində təsadüfən deyir ki, Çindən bu əməkdaşlığın inkişaf elətdirir. Çünki son illərdə burada ciddi şəkildə inkişaf var. Sadə bir misal deyim də, əgər əvvəllər 2 gigavat gücündə külək turbininin istehsalı və quraşdırılması böyük nailiyyət sayılırdısa, artıq Çində dənizdə bu 20 gigavata qədər çatıbdır bir turbin, 20, 22, 24 gigavat. Bu dərəcədə sürətlə sahə inkişaf edir. Bu da yaşıl enerjinin də maya dəyərində aşağı salır ki, artıq əl çatanda daha öncə yaşıl enerji daha zənginlər üçün lüks bir enerji kimi idi ki, çox baha başa gəlirdi. Burada da texnologiya inkişaf edir və biz bu trendlərdən geri qalmırıq və Azərbaycan iqtisadiyyatının ümumilikdə inkişafına töhfə verir. Aydındır. Çox sağ olun, təşəkkür edirəm fikirləriniz üçün və studiyamıza gəldiyiniz üçün. Qeyd edim ki, biz Xızı Abşeron Külək Elektrik Stansiyasının əhəmiyyətindən danışdıq. Müsahiblərimiz isə millət vəkili Tahir Mülkişili, eyni zamanda da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyni idi. Bununla da Orta Gün bu həftəlik işini yekunlaşdırdı. Sağ olun.